sən adıvı biz efirlər dostlarımız, mən, Zaur, Vüsalə, Əlizadə, Aytəkin, Zümrüd, onların sayəsində sən o dörtlükdən çıxdın ki, monitorlarda o dördləri yayın verib də Şəbnəm yaxşı oxuyur, olar, Şəbnəm çox toya gedir, olar. Bu sənin bir uğrun oldu, Şəbnəm. Sevindin ki, bu günləri sənin dostların, aparıcılar səni o dörtlükdən, beşlikdən ayırdılar. Mən onlara da üstdən aşağı baxmıram. Allah hamısını yox, onlar səndən gəncdilər. Bax, hətta vaxtında danışmadığımız Vəfa Şərifova dedi ki, Şəbnəm xanım məndən qabaq gəlib səhnəyə. Təbii ki, məndən qabaq uğurları da olub. Bu günləri Aygün xanım da var, Röya xanım da var. Amma hamı bilir ki, Aygün xanım Röya xanımdan illərlə qabaq gəlib. Bəli, Röya xanım çalışdı, vuruşdu, evini qoydu satışa, gözəl mahnılar oxudu, insanların sevgisini qazandı. Və bugün də o iki dənə öndə gedən müğənni birləşiblər. Nə gözəl. Bu günləri Şəbnəm, onun pokoleniyası bunlardan daha öndədir. Yəni qabaqdadır. Mən əslində o qızlar məndən 4-5 yaş böyüdülər və məndən 5 il, 3 il sonra gəliblər sənətə. Allah hamısının uğurunu, yolunu açıq eləsin. Amma bir şeydə həmişə inciyirdim ki, elə həmkarlarımdan da, elə məhz aparıcı dostlarımdan da ki, axı siz nəyi müzakirə edirsiniz? Nəyi çözə bilmirsiniz? Monitorlara qoyub, bu mu, bu mu, bu mu, bu mu? Gördünüzmü? Röya xanım da bir dəfə dedi ki, bu nəyə lazımdır ki, bu yoxsa bu? Hərənin öz sevəni var, hərənin bir ruzusu var. Kim çalışır, bugün odur. Bugün mən o qızlarla, o qızlar gəlib mənlə ayaqlaşmaq istəyirlərsə və mənim yerimdə durmaq istəyirlərsə, onların da öz yeri var. Mən hər zaman 15 ildir, mən nəyə görə gündəmdən düşmürəm? Bunu siz də deyirsiniz, keçən dəfə Zaur da dedi. Çünki mən çalışıram, mən diyamıram, o diri qarışqa ancaq torpağa işir ki, görüm nə. And olsun ki, mən əziyyətimlə bu yerə gəlib çıxmışam. Yəni, və televiziyaların, aparıcı dostlarımın sağ olsunlar, onların da dəstəyi az olmayıb. Bugün pul əlində durub, qanarar əlində durub, o qədər kənarda duran müğənnilər var ki, və əvvəla bir bura olmalıdır, bura olmalıdır. Və insanın bir şarmı olmalıdır, efir, insanlar sevməlidir. Bir də yaxşı dostları olmalıdır televiziyada. Və buna görə mən hər birinə təşəkkür edirəm. O qızlarda heç vaxt, yenə demişəm, məni heç kimlə müqayisə etməyin demişəm. Çünki mən özüməm və mən özüm olaraq da, Şəbnəm olaraq tanınmışam. Məni xalq sevir, sevməyən də sağ olsun, sevən də sağ olsun. Ən sevmədiyim bir şey, ora şəkillər qoyub müqayisə etməkdir. Həyatda ən acığım gələn bir şey olub. Bunu dəfələrlə etməyin demişəm, ediblər. Nə yaxşı ki, bu 2026-ya yaxşı ki, belə keçdik. Hamısı da başa düşdülər ki, yəni olmaz. Şəbnəm öz yerindədir və bu 15 il öz yerindədir. Bundan sonra 5 il, 3 il, 1 il, 10 il nə qədər də burada olacaqsa o onun öz qabiliyyətinə və öz çalışqanlığından irəli gəlir. Ona görə də Allah hamının yolunu açıq eləsin. Çalışırsan ki, bu günləri öz